Adətən məğlubiyyətlər zamanı siz futbolcularınızı motivasiya edirsiniz, təsəlli verirsiniz. Amma bu məğlubiyyətlərdən həm də siz də qədərlənirsiniz. Belə hallarda sizə kim təsəlli edir? Mən elə 90 dəqiqə başlayanda məyusluğunu görmüşəm. Yəni, belə deyək də, istər-istəməz doğrudan şükürlü olsun Allah'a, həm özüm üçün, həm klubumuz üçün, həm Azərbaycan futbolu üçün həqiqətən bizim Avropa əhlisinin çıxmağımız böyük bir uğurdur. Həqiqətən yəni belə ünlü futbol bizim nəticələrimizə baxsan, oradan belə çox 10 xal topladı, çox sevinməliyik, amma hamımız məyus gəlirik. İstər-istə üzərimizə gəlirlər, istər-istə burada kişilər fərqli yanaşırlar, fərqli baxırlar. Onda istər-istə hadisədə təsir edir, biraz o məyusluğu, biraz nə bilim, olur da insanın hər birimizin həyatı arasında problemləri olur, o məyusluq gəlir üzərinə, biraz olur, amma mən oradan baxsam 90 dəqiqə sanki bəzən emosyonlarını göstərir böyle. Ama ümumi belə normal futbol elə bir oyundur ki, bir oyun qəhrəman olursan, o bir oyun tam əksi. Amma ümumi baxsaq biz, bugün futbol elə bir həddə gəlmişdir ki, elə İngiltərə Premier Ligasını götürək, hər oyunda 4-5 gol, istənilən komandaya, bu hesabdan qalib gələ bilmirlər. Hər tür baxsaq belə bir hesab olacaq. Bəlkə də dünya futbolunda. Bugün mən həmişə fikrəni bildirirəm ki, bugün 4 gol, 5 gol, sanki belə o əvvəlki 0-0-1-0-a bənzəyir. Bugün futbol o qədər inkişaf edir ki, o qədər biz özümüzü götürək məsələn, özümüz Çempionlar Ligasında xeyli sədə gol vurmuşuq. Ümumi bir keçici qayıtsaq məsələn, bizim böyük oyunlarda, Avropa oyunlarında, arenalarında belə onların sayısı az olur. Futbol bugün tələb edir ki, istər-istəməz o keyfiyyət, o nəticə daha fərqli olur. Biz də bunu başa düşürük hardasa, biz bunu qəbul edirik. Amma əvvəllər baxsan, il ərzində bəlkə də ümumi götürsən çempionatları 1-2 oyun qədər böyük hesablı qalibiyətlər olurdu. Amma indi hər tur hesablar var. O görə bunlar məncə mən tərəfini təcrübələmək istəmirəm bunları. Amma istəmirəm də ki, daha az gol buraxaq, daha keyfiyyət, daha çox gol buraxaq qapsınlar.